Salam, necəsiz? Bugün sizlərlə bir izləyicimdən gələn mövzu haqqında danışacağam. Gəlin mövzunu deyim elə sizə. Keçmiş səhvlər, peşmançılıqlar haqqında danışmamı təklif etmişdi. Mən də istədim ki, YouTube kanalımda daha ətraflı şəkildə sizlərə, həmçinin də həmin mənə bu mövzunu ünvanlandıran izləyicimiz üçün bir izah verim. Mövzumuz budur ki, keçmişdə baş verən bu peşmançılıq nədən gəlir? Təbii ki, bu peşmançılıqları, keçmişdə baş verən hadisələri biz bilə bilmərik. Yəni izləyicimizin də hansı yaşantıya əsasən bunu dediyini də bilmirəm, amma müəyyən bir ehtimallar əsasında deyəcəm. Burada bəzən keçmişdə peşmançılıq münasibətlərdə yaranır. Yəni münasibət dedikdə ilk ağlımıza sevgi münasibəti gəlməsin. Yəni ailə münasibəti olsun, dostluqda olsun, tanış, iş mühitində və ya cəmiyyətdə olsun, hətta hər gün gedib gəldiyimiz o nəqliyyat vasitələrindən istifadə edən zaman hər hansısa bir hadisə baş verə bilər. Elə sevgi münasibət də təbii ki, bura aiddir. Yəni bunu çıxdaş etmirəm. Və yaxud da sosial şəbəkədə hər hansısa bir hadisə ilə rastlaşa bilər və ya digər məsələlər. Mən çalışdığım qədər sizə həm ailə münasibətlərində, həm dostluq, həm sevgi münasibətində, eyni zamanda cəmiyyət arasında, yəni sosial mühitdə də olan münasibətlərimiz barəsində sizlərə ətraflı məlumat verim. Bunlardan əlavə ən başda isə insanın özü ilə də olan münasibətlərində müəyyən bir peşmançılıqları yarana bilər. Öncəliklə bunu qeyd edim ki, keçmişdən gələn heç bir peşmançılığı bugünkü günümüzə daşımağımız, yəni o peşmançılığı keçirtmir. Yəni bu bizi ümumiyyətlə sağaltmır. Bunun öhdəsindən gəlmək təbii ki, yəni bu günümüzü qəbul edib, hətta keçmişdə o peşmançılıq deyə adlandırdığımız hadisəni belə qəbul edib, gələcəyə doğru addımlamağı bacarmalıyıq. Bunu nəyə görə dedim? Çünki biz nə qədər keçmişə bağlı yaşasaq, keçmişdə baş verənlərin daima düşünüb bu günümüzə təsirini, yəni bu təsirə göz yumsaq, biz sabah olan günümüzə də əhval-ruhiyyəmiz aşağı səviyyədə keçmiş olacağıq. Bunun da təbii ki, öhdəsindən, yəni bunun həlli yolu üçün öncəliklə insan öz dəyərini bilməlidir. Əslində bu mövzu mənim özünü kəşf et rubrikama uyğun gəldiyi üçün bunu bu cür YouTube kanalında daha ətraflı izah etmək istədim həmçinin də. Yəni öz dəyərini biləndən sonra, öz sevgini biləndən sonra və nə istədiyini bildikdən sonra peşmançılıq heç bir şey deyil. Və el arasında belə bir söz də var ki, sonrakı peşmançılıq nə fayda? Amma mən bu fikirdən razı deyiləm. Sonrakı peşmançılığın belə bir faydası var. Bu peşmançılıq nədən yaranır? Və bu peşmançılığın aradan qaldırılması sənin əlində neçə faizdir? Bunu nəzərə almaq lazımdır. Bu peşmançılığı yaşayaraq davam etmək sənin üçün rahatdırmı? Yoxsa bu peşmançılıqdan azad olmaqmı? Öncə bu suala cavab verək. Əgər peşmançılıqdan azad olmaqdırsa, o zaman 2 addım da atmalısan. Necəmi? Ya o peşmançılıq nədən yaranırsa, onun kimlənsə, münasibətlər demişdim. Münasibətlərində hər hansı bir pozulma varsa, misal üçün ailə olsun, dost olsun, sevgi olsun, fərqi yoxdur. Addım atmalı olacaq. Bəli. Bəzən qürur, ego, o birdən yox cavabı alaram kəlməsi belə o əslində qürurdan yaranır. O qürurunu, o eqonu bir anlıq kənara qoyub addım atsan, əmin ol ki, o peşmançılığın o qədər də önəmli olmadığını görəcəksən. Əslində fərqində olsan, o peşmançılığın yarıda qaldığını da görəcəksən. Nə zaman ki, o da o qürurunu, egonu yerə buraxmağı bacarsan. Bəzən qeyd edirlər ki, qürurlu olmaq, o egonun olması yaxşıdır. Təbii ki, yaxşıdır. Amma əgər bu his, bu duyğu sənə zərər verirsə, demək ki, o sağlam deyil.
Bəzən yox cavabından qorxuruq. Bəzən o yox cavabını qəbul edə bilmirik. Bir burdan da yaranır. Mən birdən addım atsam necə olar deyə düşünürük. Amma bir şey unuduruq ki, bəzən qarşı tərəf də səndən addım gözləyir. Qarşı tərəf sənə o addım atmağını gözləyir ki, həmin şəxsin səndə olan o düşüncəsini, səndə olan o hissini, səndə olan o yerini öyrənməsi üçün. Təbii ki, bunu bəzən qəbul etmirik, amma bir dəfə o addımı atdıqdan sonra əminəm ki, ardı da gələcək. Bəzən çox böyük qırğınlıq ola bilər, çox böyük inciklik ola bilər, amma bir dəfə addım atıb da geri çəkilmək lazım deyil. Ən azından sonuna kimi artıq o cavabdan qane olacaqsan ki, mən yox cavabı aldım, artıq hər şey öz aydınlığına qovuşdu. O zaman bəli, artıq geri çəkilə bilərsən. Yox, özünü bağışlatmaq üçün sonuna kimi gedib təbii ki, artıq bu qürurunu sındırmaq, yəni yerə buraxmağı təklif etdim. Amma sonuna kimi bu qüruru heç görməzdən gəlib axıra kimi özünü bağışladana kimi məcburi şəkildə təbii ki, bu zaman həm özünə zərər verəcəksən, həm də qarşı tərəfə. Və əlavə olaraq da bunu qeyd edim ki, əgər bunu etməkdə çətinlik çəkirsənsə, bir məktub yaza bilərsən. Öz daxilindən keçən hər bir o səs ki var, daxili səsin. O daxili səsində olan hər bir sözü, kəlmələri cümlə şəklində o məktubda yaz. Yaz və özünü hazır hiss etdiyin zaman qarşındakı insana ver. Bu təbii ki, yəni ailəndə olan bir üzv olacaq. Bəzən ana ilə münasibətimizdə, ata ilə münasibətimizdə, bacı və ya qardaşımızla münasibətimizdə müəyyən qırğınlıqlar olur, amma bu öz-özlüyümüzdədir. Heç qarşı tərəfin bundan xəbəri yoxdur. Bəs belə bir sual verim. Qarşı tərəfin xəbəri olmadığı bir şeydə səndən necə üzr istəyə bilər? Və yaxud da sənə qarşı necə bir, sənin istəyinə uyğun bir münasibət bəsləyə bilər, ünsiyyət qura bilər? Təbii ki, burada bir aydınlaşdırılma olmalıdır. Yəni bu da yenə də sənin özünü ifadə etməndən asılıdır. Sən özünü necə ifadə edəcəksən? Sən özünü bu durumu, bu hadisəni ona necə izah edəcəksən və bu hadisənin səndə buraxdığı izi necə izah edəcəksənsə, ona əsasən də istədiyin münasibəti ala bilərsən. Yəni səninlə necə danışmasını, səninlə necə rəftar etməsini istəyirsənsə, təbii ki, sən bunu qarşı tərəfə açıq şəkildə bildirməyi bacarmalısan. Bu bütün münasibətlərimizə daxildir. Bəzən öz-özlüyümüzə çəkilirik. Bu bəzən biz xanımlarda daha çox rastlaşırıq ki, qoy mənim nədən incədiyimi tapsın. Öz-özlüyümdə küsürəm, öz-özlüyümdə barışıram. Amma qarşı tərəfin bundan xəbəri yoxdur ki, mən nədən küsmüşəm, nədən incimişəm. Bilmədiyimiz bir şeyə görə və mənim üçün də qəribə gəlir ki, yəni nəyə görə, axı mən nə etdim? Ola bilər, bəzən düşünürük ki, necə olur ki, məni sevirsə, mən onun övladıyamsa, mən onun sevgilisiyəmsə, həyat yoldaşıyamsa, övladıyamsa, necə ola bilər ki, mənim nə hiss etdiyimi bilə bilməsin? Bilə bilməyə bilər. Çünki aranızda hər hansısa bir danışıq keçibsə, aranızda bir xatirə yaranıbsa, əgər bir evi bölüşürsünüzsə, sən bu ailənin içindəsənsə, demək ki, sənin bu ailənin qarşında olan o dostunun, tanışının, sevgilinin sənin həyatında rolu var. Gəlin belə deyək də, mən bunu ilk videomda da baxa bilərsiniz. Özümüzü tək sanaq. Biz bu dünyada təkik, tək gəlmişik və tək olaraq da bu dünyadan gedirik. Ətrafımızda olan insanlar isə bizim var olmağımızda köməklik göstərən, daha doğrusu rolu olan insanlardır. Sən bu həyatda öz missiyanı tamamlamaq üçün gəlmisən və o missiyanı tapmağın üçün, o missiyanı tamamlamağın üçün qarşına yüzlərlə, minlərlə insanlar çıxacaq. Adi, yəni belə deyim, nəqliyyat vasitəsi demişdim. İstifadə edərkən
hər hansısa bir A nöqtəsindən, misal üçün B nöqtəsinə gedirsən və orada bir şəxs sənə yaxınlaşır, yolu soruşur və ya gəlir və ya gəlib sənin yanında əyləşir. Bunlar hər biri bizim enerjimizdən asılıdır. Gördüyümüz hər kəsin, amma istənilən hər kəsin 1 saatlıq, yəni 1 saniyəlik belə gördüyümüz şəxslərin bizim həyatımızda rolu var. Bu qaçılmazdır. Amma bizim ona baxış açımız təbii ki, bu cür olmayanda ətrafımızda nə varsa onu görə bilmirik. Gəlin belə bir şey deyim də. Bəzən dua edirik. Deyirik ki, əgər nəsə yanlışdırsa, nəsə qaydasında getmirsə, mənə bir işarət göstər. Evrənə bəzən deyirik, bəzən inancımız nəyədirsə, həmin inanca əsasən bildiririk ki, mənə bir işarət göstər, qarşımdakı insan və yaxud da ki, bu çətin olduğum durumdan, seçim qarşısında qalmışamsa, nə yanlışdırsa onu seçməyim, doğrunu seçim. Amma bəzən heç o işarətləri görə bilmirik. Çıxır, amma görə bilmirik. Yəni, bir sözlə, keçmişdə baş verən bu peşmançılıq bugünümüzə təsir etməməsi üçün addım atmalıyıq. Bəli, bu qaçılmazdır. Əgər addım atmağa şansımız yoxdursa, ola bilər bir itki yaşaya bilərik. Küskün olub itki yaşayanlar da var. Ən azından məktub yazıb, onun həmin şəxsin məzarına yaxınlaşıb, onunla danışa bilərsən. O içindəkiləri ən azından deyə bilərsən. Bu peşmançılıq nədən yaranır, o peşmançılığı izah edə bilərsən. Yəni, əsas məsələ burada o məktubu yazmaqdır. Onu həmin şəxsə verə bilirsənsə ver, verə bilmirsənsə özündə bir sağaltma olaraq bir metod kimi istifadə edəcəksən. Hər şeyin çarəsi var. Heç bir şey qaçılmaz deyil. Yəni, ona görə demək istəyirəm ki, həyatda nə baş verirsə versin, olmalıdırsa olacaq. Bunu hər zaman deyirəm və hər zaman da deyəcəm. Olmalı olan olacaq. Gəlin buna belə bir misal çəkim. Bir müdrik bir şəxsə deyir ki, sən qəzadan rəhmətə gedəcəksən və yaxud da, səhv xatırlamıramsa, bir heyvan sənin dünyadan köçmənə vəsilə olacaq və həmin şəxs evdən çölə çıxmır. Evin içində oturur ki, mən indi maşın vuracaqsa, maşın yolundan keçməyim, maşın məni vurmasın, evdə oturum ancaq. Bütün gün evdə olur, amma maşın gəlir həmin evdə onun ölməsinə, onun rəhmətə getməsinə vəsilə olur. Yəni, bu hadisə baş verəcəksə, bizim ondan qaçmamız mümkün deyil. Ona görə də cəsarətli olaq, qürurumuz bizim duyğumuza aid ola bilər. Bizim şəxsiyyətimizdə rolu ola bilər. Amma bu sənə nə qədər acı verirsə, onu da nəzərə al. Gör, sən bu addımı atsan. Yəni, bu addımı dediyim təkcə qarşı tərəf üçün deyil, özün üçün də bir addım atmalısan. O hadisəni, o seçimi etdiyin zaman, o qərarı verdiyin zaman içində daha çox hansı hiss var? Ona əsasən bir düşün və qərarını ver. Əminəm ki, verdiyin qərardan peşman olmayacaqsan. Yox cavabı alsan da, hə cavabı alsan da, ən azından nəticəni biləcək və için fərah olacaq. Mən sizə daha çox qarşı tərəflə olan münasibətlərdən danışdım. Amma belə bir nüans da var ki, ondan öncə qeyd etmişdim ki, özümlə də olan münasibətim var. Buraya nə daxildir? Təbii ki, bəzən düşünürük ki, etdiklərimizə əsasən peşmançılıq keçiririk, amma bəzən də etmədiklərimizə görə də peşmançılıq yaşayırıq. Mənə görə həyatın, yəni bu mənim şəxsi həyatı qanunumdur. Bu sizlər üçün nə qədər doğrudur bilmirəm. Amma edib peşman olmaq, etməyib peşman olmaqdan daha yaxşıdır. Çünki mən edib həmin hadisənin nəticəsini bilirəmsə, bu məndə nə üçün peşmançılıq yaratsın ki? Əslində bundan peşman olmaq lazım deyil. Mən artıq bunu yaşamışam və nəticəsini bilirəm. Amma etməyib, mənim ağlımda daima bir ömür yaşaya-yaşaya bəlkə etsəydim, bəlkə daha yaxşı olacaq düşüncəsi ilə yaşamaqdan onun nəticəsini bilmək
çox yaxşıdır. Və insanın daima ruhunda bir rahatlıq olur, huzur içində olursan. Nə stres yaşayırsan, nə özünü depressiv hiss edirsən, nə də ki, hər hansı bir peşmançılığın olmur. Aldığın cavabı isə qəbullanırsan. Bu təbii ki, özünə zərər vermək deyil, xeyr. Bu əksinə özünə faydandır. Etmədiklərimiz nə ola bilər? Addım atmaya bilərik, addım atmayıb düşünə bilərik ki, bəlkə addım atsaydım yaxşı olardı düşüncəsi ilə və ya daima həyatımızı ətrafdakıların istəklərinə əsasən yaşayırıqsa, bu zamanda bizim daxilimizdə daima bir yük olacaq ki, bəlkə mən kiçik də olsa irəli addım atsaydım, öz səsimi duyursaydım ki, yox, mən bunu deyil, bunu istəyirəm. Buna bir misal çəkim, sizlər üçün daha aydın olsun. Misal üçün, ən məşhurlarından deyim. Uşaqlar sahə seçimində, yəni peşə seçimində bəzən sərbəst qərar verə bilmirlər. Bu da valideynlərdən asılıdır. Valideynlər özlərini övladlarının üzərində bir dominant olaraq gördüklərinə görə və bu peşə seçimində özlərində bir qanun olaraq, yəni haqq olaraq görürlər. Və ya heç peşə olmasın, evlilik olsun, evlənəcəyi şəxsi belə ailə seçir ki, mənim məsləhət gördüyüm şəxslə ailə həyatı quracaqsan. Halbuki bəzən valideynlər unudur ki, bu həyatı sizlər deyil, övladınız yaşayacaq. O peşəni oxusa da övladınız oxuyacaq, o ailə həyatını yaşasa da sizin övladınız yaşayacaq. Əgər o həyatı yaşayıb sizin istəyinizə görə rahat olmayacaqsa, huzurlu olmayacaqsa, nə qədər bu ömrü davam etdirə biləcək sizcə? Yüzlərlə insan var ki, peşəsini oxuyur, amma bir universiteti, bir təhsilini bitirdikdən sonra təkrar öz istədiyi həmin o sahəni seçir. Artıq çünki sərbəst şəkildə hər şeyi bilir, görür, özünü dərk edir, inkişaf etmiş olur. Sərbəst şəkildə qərarını da verə bilir. Əslində bir növ bəzi yerdə valideynini dəyişə bilməyəndə bu cür etmək məqsədə uyğundur təbii ki. Həm şəxsin özü üçün də rahatdır, həmçinin də hətta belə bir ifadə də var ki, nə şiş yansın, nə kabab. Həm valideynini razı salır, həm də öz istədiyini həyata keçirir. Yəni bilavasitə dolayı yolla təbii ki, müəyyən müddət insanı yora bilər, incidə bilər, həyata qarşı olan o həvəsini aşağı sala bilər, amma yenə də bir qismdə olsa öz istəyini həyata keçirmiş olur. Son olaraq, zamanınızı çox almayacağım, sizləri çox yormaq istəmirəm. Addım atmaqdan heç vaxt çəkinməyin. Nə olur olsun. Heç vaxt, heç bir zaman, heç nəyə gec deyil. Və əlimizdə olanların hər zaman dəyərini bilək. Bəzən bizə sunulanlar, bizə təqdim edilənlərin dəyərini bilmirik. Sanki elə bilirik ki, bu belə də olmalıdır. Amma onu itirdikdən sonra onun dəyərini anlayıb peşman olmaq təbii ki, artıq çox insana zərər verir. O peşmançılığı yaşamamaq üçün özünə güvən, özünə inan və o addımı at. Gəlin sizlərə belə bir sual verim. Kommentlərdə, rəylərdə hər birinizin cavabını gözləyəcəm. Sənin indiyə kimi, ola bilər, bunu da qeyd edeyim, ola bilər ki, kommentlərdə qeyd etmək istəməyə bilərsən anonimliyi qorumaq üçün. Burada aşağıda qeyd ediləcək nömrəyə və yaxud da Instagram adresində deyimə mənlə əlaqə saxlayaraq verəcəyim sualı cavablandıra bilərsiniz. Sualım budur ki, sənin indiyə kimi yaşadığın hansı peşmançılıq var? O keçmişdə daima düşünüb, ürəyində xal buraxan o hadisə nədir? Və bu peşmançılığı nə qədər həll edə bilərsən, hətta onun cavabını verərək də analiz edib bir nəticəyə vara bilərik. Belə, bugünlük bu qədər deyirəm. Sizlərlə yenidən gələn proqramımda görüşənədək və ya sizlər də eynilə mənə müraciət edən bu izləyicim kimi öz mövzunuzu yaza bilərsiniz. Hansı mövzu sizlər üçün maraqlıdırsa,
qeyd edin. Sevərək çəkəcəyəm və paylaşım edəcəm. Bu qədər. Hələlik görüşənədək.